Rabia çiliyor bu dakika. Alkışlayın özünüzü. Özünüzü alkışlayın. Evet arkadaşlar. Şimdi keksimiz pişecek. Bunu ben kazanda qaynadacağım. Dediyim kimi qaynar iş olduğu için uşaqlara əmanət eləyə bilmərəm. Keksimizin üstünə glazuru tökəndən sonra kamera açacaq. Görək nəticə necə olub. Bu arada necə görsənirəm. Aşk olaraq. Arkadaşlar keksimizi hazır eləmişik. Burada da glazurumuz var. Bunun yaxşıca içə getməsi üçün tökəndən sonra keksi deşəcəm biraz oradan buradan. Şeydir. Doğrayım sonra. Gəl doğran da. Baldızım kömək eləsin. Keksimiz doğranır arkadaşlar. Biraz da balaca eləyəydim. Pişikləri verəydik də Nayda. Ölərəm sən üçün. Niyə buydu əziyyət çəkdin? Da Nayda yarıya qədər xəttəm saldım boz gün kəsin o. Bunlar mən yerim. Nayda biz bunları yox mən balam. Bu balacaları Yox bunu yerim bu qıraqları. İndi glazurumuzu tökək. Sən əlin yanar, əlin yanar. Gözdə əlin yanar, elə yox. Hə, tök Nayda. Yallah. Özüm pişirmişəm də çox qəşəngcə. Yallah. Həyatdan tərifli. Elə hər yerə çatsın. Həyatdan tərifli. Yallah. Bəh, 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 bəh. Day bundan sonra sənə tez-tez şirniyyat pişirdirəcəm evdə Ay Rabbi. çox xoşum gəldi. Eləyərəm. Həqiqi. Eləyəsən dəqiq bundan sonra. Yaxşı, mən sən Resepti ver eləyərəm. reseptləri verəcəm eləyəsən. Neçə vaxtı Zəhra xanımın da ürəyi ıslaq kek istəyirmiş, Rabia da kek istəyirdi. Gördünüz, həm oynadıq, həm də indi tıxacağıq. Şo. Prosto bu soyumalıdır biraz. Qalıb soyumalıdır, sonra yeyilməlidir. Yeməyimizi yerik, elə yerik. Evet arkadaşlar. Keksimiz hazır. İndi bunu yayacaq baldızım qəşəng üstünə qaşıqla. Qaşıq gətirin. Tərpənin də. Kuxnanı bunları yığışdırtdırmışam arkadaşlar. Yorğundular, leşləri çıxıb. Necə yıxıldım ki, bir Allah bilir. Gördüm ha. Bunu qəşəng belə yayaq. Ama çox gülməli oldu. Ada səhv yeri çəkirmişəm. Yallah, yallah. Yallah. Yo, elə burada soysun xaladenka qoysaq qaynar məncə xəşil olar, hə? Çox da qaynar turşu soyub. Hə, bu glazura görə deyirəm. Biraz qalsın da. Gələ sən bunun davamını gətir. Evet arkadaşlar. Keksimiz hazırdır. Videomuzda məncə çox maraqlı və gülməli oldu. Part 2'sin gəlməsini istəyirsinizsə yorumlarda yazın.